Salamlar, hər kəsi salamlayıram. Ümid edirəm ki, hər kəs yaxşıdır və sonunda o möhtəşəm YouTube videosu gəldi. Demək ki, mən Zöhrə Orucova, fizika və riyaziyyat müəllimiyəm və ölkədə ilk olan psixoloji tədris metodunun yaradıcısıyam və bu metod nəticəsində yüzlərlə hər il uğurlu nəticəmiz olur, 600 pluslarımız çox olur və bu metodla mən göstərirəm ki, hər şey sadəcə və sadəcə oxumaqla deyil də, eyni zamanda psixologiyanla da mümkündür. Çünki uğurlu nəticənin 50% bilikdirsə, 50% psixolojidir. Çünki o qədər görmüşük ki, biz çox savadlı uşaqlardılar, bütün gün oxuyurlar, amma stresi idarə edə bilmirlər, həyəcanı idarə edə bilmirlər və yaxud da psixoloji durumu çox yaxşı deyil. Eyni zamanda isə bu təbii ki, nəticəyə təsir edir və bu nəticə daha da aşağı düşür. Bu aradan qaldırmaq üçün və uğur faizini daha da yüksəltmək üçün və bu metodla insanların, tələbələrin köməyinə çatıram. Demək ki, YouTube-da video çəkəcəyimi demişdim və həmin video nəticəsində hər kəsə yararlı olmağımı demişdim. Ona görə bizim WhatsApp kanalımız var. Həmin WhatsApp kanalında sual qutusu qoymuşdum ki, siz ora suallarınızı yazın, mən isə cavablayacağım. Demək ki, başlayaq, vaxt itirmədən sualları cavablayaq. Bir tələbə yazıb ki, müəllimə salam, dərs yazmaq istəyirəm, oxumaq istəyirəm, amma yazmamaq üçün, oxumamaq üçün hər cürə bəhanə axtarıram. Fikrim dağılır. Zəhmət olmasa bu barədə nə danışarsınız? Demək ki, mən hər zaman demişəm ki, əgər bizim bir işi çox həvəslə görürüksə və o işi buraxmaq istəmiriksə, bu o deməkdir ki, bizim ora marağımız var. Və maraq olduğu təqdirdə artıq fokus və diqqət tam orada olur. Diqqət dağılmır. Necə ki, bəzən oyun oynayan zaman bizim diqqətimiz dağılırmı? Xeyr, bütün diqqətimiz oradadır. Çünki ora marağımız var. Dərs də ilə belədir. Ümumiyyətlə, kimsə sizə deyib ki, dərs oxumaq çox maraqlıdır, çox həvəslidir, nə bilim, insan həvəslə, sevinə-sevinə oxuyur. Xeyr, elə bir şey yoxdur. Ola bilər ilk öncə başladığı zaman elə ola bilər, amma sonda artıq insan tükənir, yorulur, hətta biraz daha çox belə deyə səhv çıxanda daha da nifrət edir, xoşlamır oxumaq, amma belə bir şey var ki, marağımız olduğu təqdirdə biz orada yaxşı nəticə götürəcəyik. İndi yaxşı, bizim marağımız yoxdur, nə edək? Ora maraq yaratmalıyıq. Birincisi, diqqət etməliyik, gözümüzə sual verməliyik ki, mənim niyə bura marağım yoxdur? Əvvəl də belə olub, yoxsa indi belədir? Yoxsa müəllim mənim həvəsimi və marağımı öldürüb? Əgər birinci analiz edəcəyimiz bir şey müəllimdir. Çünki müəllim bizim mentorumuzdur. Müəllim bizi yönəldir, o bizə yol göstərir və bizi həvəsləndirən də müəllimdir, həvəsdən salan da müəllimdir. Əgər müəllimlə nəsə narahatçılığımız varsa və bizə pis təsir edirsə, edəcəyimiz ilk şey müəllimi dəyişməkdir. Çünki hər müəllim bizə uyğun gəlmir. Məsələn, 2 nəfərsiz, dostsuz və sənin dostuna çox yaxşı gələn müəllim sənə gəlməyə bilər. Ona görə də ki, ilk öncə edəcəyiniz bir şey müəllimi dəyişməkdir. İkincisi isə, əgər müəllimdə bir problem yoxdursa, hər şey okeydirsə, ikincisi olaraq fikirləşmək lazımdır ki, mənim başqa marağımı öldürən nədir? Birincisi, ətraf mühitdirmi, yoxsa mənim uğursuzluğumdurmu? Bilirsiniz də, yəni bir dənə səhv edirik və bir dənə uğursuz kimi görürük və elə bilirik ki, da biz dərs oxuya bilməyəcəyik, artıq ondan uzaqlaşırıq. Ona görə də bunu araşdırmalıyıq ki, biz bunu niyə görədir bu maraq. Və ora maraq oyatmaq lazımdır. Maraq oyatmaq lazımdır. Necə? Mən nə edə bilərəm ki, daha çox diqqətim orada olsun? Mənim diqqətimi nə pozur? Ailədə çox problem varsa və yaxud da çox uşaqlı ailələr olur bəzən. Yəni, nə diqqətimi pozursa onları kənarlaşdırıram. Diqqət pozulmur, fokusum oradadır. Maraq necə yaranır? Bunu çox uşaqlara deyirəm ki, sizi maraq yaradacaq olanları siz özünüz daha yaxşı bilirsiniz. Məsələn, çox yaxşı ətraf yığmaq, dostlar yığmaq, oxuyan uşaqlar. Onlarla bir yerdə dərs oxuya bilərsiniz, onlarla bir yerdə, məsəl üçün,
bir kitabxanaya gedə bilərsiniz. İsti yaylarda bir çəmənlikdə gedib bir yerdə oxuya bilərsiniz və yaxud da qış zamanıdırsa onlayn bir dərs yarada bilərsiniz, görüş yarada bilərsiniz. Hər kəs orada dərs oxuyur. Yəni bir-birinizə motivasiya verərək bunu yarada bilərsiniz. Yəni bu sualın cavabı əslində sizdədir. Siz dərs oxumalısınız və filan günü, filan saatda bunu müəllimə təhvil verməlisiniz. Bunu öyrənməlisiniz. Ona görə nə etmək lazımdır? Bütün yolları denəməlisiniz. Özünüz oxuya bilmirsinizsə, sıxıcıdırsa, okey, ətraf yığmalıyıq. Mənim bir tələbəm vardı. Deyir, müəllimə, mənim YouTube səhifəm var. Mən hər dəfə orada canlı açıram dərs oxuyan zaman. Maşallah, o da 610 bal yığdı bu il. Mən əslində elə bilirdim ki, o qədər də işə yaramaz, amma yarayırdı. Dedim, yəqin ki, diqqətini falan dağıdar, o qədər də etmə. Amma sonra gördüm ki, yox, çox yaxşı edir. Məsələn, o YouTube'da kanal canlı açan zaman mən də daxil olub baxırdım və görürdüm ki, onunla eyni zamanda dərs oxuyan uşaqlar var və tanımadığı bir ətraf yığır. Tanımadığı bir ətrafla artıq oturub onlar dərs oxuyurlar. Onlar motivasiyada və daha da həvəslənirlər. Və diqqət dərsdə olur və onun sonunda öyrənir. Bu super bir şeydir. Yəni, gözləməyin ki, hər şey daha rahat olacaq, siz oturub öyrənməlisiniz. Filan kəs bu qədər rahat oxuyursa, mən rahat oxuya bilmirəmsə, problem məndədir. Xeyr, marağı orada yaratmalısınız. Əgər orada marağınız varsa, o dərsi çox yaxşı öyrənəcəksiniz və çox yaxşı yadda qalacaq, fokusunuz dağılmayacaq. İkincisi, riyaziyyatım 0-dır və mən 10-cu sinifdə başlasam maksimum bal yığa bilərəmmi? Və məqsədim isə 600 plusdur, seçdiyi ixtisas. Bəli, yığmaq mümkündür. Əslində bir ilə mümkündür. Çünki bizim, məsələn, bu il elə bir qrupumuz var idi ki, martda buraxılışdan sonra biz buraxılış, səhv etmirəmsə, ayın 12-si oldu da, düzdür? Ayın 12-si, martın 12-si imtahan oldu. 2026-cı ildən söhbət gedir. Ayın 15-i isə biz başladıq artıq sürət qrupuna, fiziki riyaziyyatdan. Mart, aprel, may. Martın 15-dən aprel, may, iyunun hardasa 5-dən kimi biz dərsdə olduq. İyunun 5-nə qədər hardasa tam 3 ayda olmur, amma bu 3 ay müddətində biz proqramı bitirdik. Sıfırdan olan bir uşaq, məsələn, həmin qrup sıfırdan olan qrup idi, nəticəsi aşağı idi və sıfırdan olan uşaqlar belə minimum 22-23 dənə yazmışdılar. Və bu da o deməkdir ki, mümkündür. 2 aya biz bu nəticəni, 2-3 aya biz bu nəticəni ala bilmişiksə, 1 ilə daha çox nəticə ala bilirik. Təbii ki, burada hər şey 50% müəllimdə, 50% tələbədir. Çünki çox məsuliyyət tələbənin üzərinə düşür. Müəllimə nə var? Müəllimə dərs keçir, yol göstərir, amma o yolu gedən tələbədir. Yıxılıb duran tələbədir, əzilən tələbədir. Bütün situasiyalardan belə deyil, situasiyalarla baş edə bilən tələbədir. Ona görə tələbədən çox şey asılıdır ki, öyrənən axı odur. Onlar da, məsələn, həmin qrupun tələbələri də, məsələn, maşallah, çox yaxşı tələbələr idilər və nəticəsi oldu. Yəni, mümkündür. Sonraki suallara baxaq. 9-cu sinif haqqında tövsiyələr, stres yönətimi, necə disiplinli olmaq, motivasiya haqqında nə danışa bilərsiniz? Birincisi, uşaqlar, motivasiya 2 cür olur. Daxili motivasiya və xarici motivasiya. Xarici motivasiya daima sönür. Yəni, siz ola bilər bir filmə baxırsınız və yaxud da oxuyan bir uşağı görürsünüz, yüksək nəticədə, mən də oxuyacağım bugündən, mən də edəcəm deyib, heç bir şey, bu 1 gün, 2 gün, 3-cü gün getməyəcək. Amma daxili motivasiya daima sizi ayağa qaldıran motivasiyadır. Yəni, bu sənin seçəcəyin ixtisasdır, bu sənin qarşına qoyduğun məqsəddir ki, sən buna çatmalısan, sən bunu etməlisən. Və çalışın ki, özünüzə bir daxili motivasiya yaradasınız ki, bu daxili motivasiya daima sizin içinizdə bir alov yandırsın və sizi irəliyə apara bilsin, çətinliklərlə baş edə biləsiniz. Stres və həyəcanlı olmaqdan danışaq. Uşaqlar, stres və həyəcan, bu hisslər insanlar üçündür, bunlar bizim üçündür. Və bu bizə lazım olmasaydı, bizə faydalı olmasaydı, ümumiyyətlə bu olmazdı. Amma hər bir şeyin dozası var. Necə ki, dərmanı doza ilə içirik. Dozanın içəndə bizi sağaldır, artıq içəndə bizə zərər verir, zəhər olur, öldürür. Eynən də bütün hisslər də belədir. Mən uşaqlara hər zaman deyirəm ki, orta stres və həyəcan bizi hər zaman disiplinli edir. Yüksək stres və həyəcan bizi bloklayır və biz heç bir şey edə bilmirik. Aşağı stres və həyəcan isə bizi artıq daha da məsuliyyətsiz edir və biz heç bir şey etmirik.
Biz yerimizdən tərpənmirik. Və eyni zamanda da stres və həyəcan orta səviyyədə təbii ki. İmtahanda bildiyimiz sualları demək ki, sualları bizim yadımıza salır və odaqlanmağımızı sağlayır ki, bizim diqqətimiz orada olsun. Bu çox önəmlidir. Gəldik disiplinli məsələsinə. Uşaqlar, siz hər zaman belə deyək də başlamısınız avqust ayında. Hal-hazırda bu 2026-cı il avqustun 3-də çəkirəm. Bizim dərsimiz artıq 2026-2027-ci tədris ili avqustun 1-dən etibarən başlayıb. Artıq 2 gündür başlayıb. Siz düşünməyin ki, siz başladığınız andan axıra qədər, imtahanın axırına qədər daima disiplinli olmaq məcburiyyətindəsiniz və siz orada yıxıla bilməzsiniz, siz yorula bilməzsiniz. Xeyr. İlk başlayanda insan motivasiyalı olur. Çünki daha təmiz beyindir. Yorğun deyilsiniz, bədən yorğun deyil. Sadəcə olaraq oxuyursunuz, amma bu artıq noyabr ayına, dekabr ayına çatanda artıq tükənirsiniz. Noyabr ayında, dekabr ayında tələbədən soruş ki, necə gedir? Pis gedir, yaxşı deyil. Mən elə bilirəm yığmayacağam. Ən çox da ki, bu aylarda uşaqların beyni qarışır. Birinci hissə qutarır, ikinci hissəyə keçirlər və çətinlik dərəcəsi artır. İlk dəfələr hər kəs üçün yaxşı, çünki hamı rahat mövzular keçir də. Yəni çətin mövzular keçilmir ilk başlarda. Ona görə elə bilirlər ki, rahatdır, axıra qədər də belə davam edəcək. Xeyr. Mövzular çətinləşdikcə görürlər ki, çətin məsələdir. Orada başlayır tərəddüd, mən yığa bilməyəcəm, mən bacara bilməyəcəm, mənlik deyil. Ona görə də demək istəyirəm ki, siz axıra qədər disiplinlə davam edə bilməzsiniz. Bu normaldır. Bir məqsəd qoyuruqsa, o getdiyimiz yolda, bu yolda biz yıxıla biləcəyik, düşə biləcəyik, incinəcəyik, tükənəcəyik, nifrət eləyəcəyik, hər kəsə nifrət edəcəyik, aqressivləşə bilərik. Bu çox normaldır, amma bunlarla necə baş etməyimiz isə bu çox önəmlidir. Əgər qarşına bir problem çıxır və sən problemi görüb geri qayıtmaq hara və davam etmək hara. Çox uşaqlar noyabr ayında, dekabr ayında artıq vazgeçmək istəyir. Mənə görə deyil deyirlər, amma bu bir perioddur. Bunu aşandan sonra isə hər şey yaxşı olur. Düzdür, dərindən bunları işləyirik, hər bir tələbənin üzərində işləyirik. Çünki mənim tələbələrimdə olmur, amma digər tələbələrdə olur. Çünki mən onlar başlayandan etibarən, avqustdan etibarən mən bunu işləyirəm. Yəni hər dəfə sən bir həftənin məsəl üçün 5 gün disiplinli ola bilərsən, digər 2 günə olmaya bilərsən. Çalışqanlıq nə qədər önəmlidirsə, eynən istirahət də o qədər önəmlidir. Çünki istirahət etməsək bizim artıq bədənimiz yavaş-yavaş tükənir, enerji olmur, artıq sən yeni günə başlaya bilmirsən, yeni bir şey öyrənə bilmirsən. Ona görə də ki, istirahətə çox-çox fikir verin. Hər bir tələbəmdən soruşuram ki, yaxşı, bu qədər şey etmisən, hansı saatda istirahət etmisən və istirahəti necə etmisən? Baxın, istirahət telefondan olmur. İstirahət hər hansı bir filmə baxmaqla olmur, kitab oxumaqla olmur. İstirahət düzdür, təbiətdə vaxt keçirməklə olur, dostlarla vaxt keçirmək olur, beyni aşmaq olur. Məsələn, yatmaqla olur. Ən yaxşısı yatmaq məsləhət görürəm. Məsələn, gündə 2 dəfə istirahət vaxtın varsa sənin, birini yatmaqla əvəz elə, birini isə dostlarla vaxt keçirməyi, əylənməyi, biraz beynini dağıtmaqla et. Amma biz zaten yetərincə o qədər məlumat alırıq ki, bizim beynimiz dolur. Amma biz telefonla vaxt keçiririk, scrolluyuruq və hər hansı bir filmə baxırıq, bizim beynimiz yenə dolur. Və bizə isə bu lazım deyil. Bizə beynimizdə yer açmaq lazımdır ki, biz öyrənə bilək və yaxşı yadda saxlaya bilək. Və bir də ən önəmli şey isə belə deyək, əhvalımızı yüksək tutmaqdır. Bizə təsir edəcək negativlərdən uzaq olmaq lazımdır. Çalışın ki, negativ bir şeylərə qulaq asmayın, negativ bir mahnılar olsun, dinləməyin və yaxud da əgər ətrafınızda çox qeybətçi insanlar varsa, daima negativ danışanlar varsa, onları həmin andan bloklayın və uzaqlaşın. Çünki bu bizim psixologiyamıza çox-çox təsir edir və bizim enerjimizi alır. Biz qarşımıza bir məqsəd qoymuşuqsa, mənim 500+ bal lazımdır, mən bu ixtisasa girməliyəm və artıq biz bunun üçün hər şey etməliyik. Eybi yoxdur, bir il çox diqqət edək, bunlara riayət edək və sonda isə nəticəmiz çox yaxşı olacaq.
və bir də planla çalışaq. Bizə yüksək bal gətirən sistemdir, disiplindir. Sistem qurmaq bizə çox-çox yaxşı təsir edəcək. Hələ indidən başlayır. Bu videonu da indidən çəkirəm ki, çalışın ki, indidən plan qurun və belə davam edin. Məsələn, bir şey var. Siz hal-hazırda 11-ci sinifsizsə, 11-lərə səslənirəm. Böyük ehtimal ki, 90% 11-ci sinifə gedənə qədər, en azından yəni 9-cu sinifdə, 10-cu sinifdə hazırlığa gedib. Həm fizika, həm də riyaziyyat və digər fənlər də eynən önəm. Mən fizika, riyaziyyatdan danışa bilərəm, çünki digər fənlərdən mən özüm də texniki hazırlaşmışam, texniki fənlər öyrənmişəm. Humanitar fənlərlə əlaqəm olmayıb. Humanitarda necədir bilmirəm, amma sırf mənim fənnimdə belədir ki, birinci hissə və ikinci hissə uşaqlar hər dəfə gəlir, istər mənim olsun, istər başqa hazırlıq olsun, tələbələr gəlirlər, birinci hissəni keçər, bitirər, bitirməz artıq ayrılırlar, yadlarına istirahət düşür, öz fikirləridir, digər müəllimlərdən də elədir. Çünki belə bəlli bir period var, uşaq artıq yorulur, ara vermək istəyirəm, bir aydan sonra qayıdacam. Sonra tələbə yenidən qaydanda yenə müəllim birinci hissədən başlayır. Çünki həmin o bitirdiyi yerə uyğun bir qrup yoxdur axı. Ona görə yenidən gəlib sıfırdan başlayan bir qrupla başlayır. Bu birinci hissəni çox oxuyur. Və ikinci hissədə yenə də başlayanda, demək ki, 10-cu sinifə kimi birinci hissə yaxşıdır və gəlir 11-ci sinif, yenə avqustdan başlayır, birinci hissəni bitirir, birinci hissə yaxşıdır. Gəlir artıq ikinci hissə, ikinci hissədə blok fənlərinə görə gəlib düşür buraxılışa. Və məsələn, buraxılışa yaxın mən blok fənlərində biraz məsəl üçün istirahət verirəm uşaqlara ki, biz proqramı sürətlə keçirik və blok imtahanına yaxın onlara heç olmasa 2 həftə, maks 3 həftə onları dərsdən azad edirəm ki, onlar sırf buraxılışa köklənsinlər və oradan yüksək bal gətirsinlər. Ondan sonra isə zaten vaxtları olacaq. 3 həftə ilə heç bir şey olmur. Zaten avqustdan başlayır, bir problem olmur. Bu ildə, məsələn, mən ona görə, bu problemə görə ikinci hissədən başlayıram ki, uşağın təmiz beyindən gəlib, ikinci hissəsi yaxşı olsun, güclü olsun. Və sonra isə birinci hissəyə qayıdıram. Və beləliklə bir tələbənin problem yaşadığı bir mövzu qalmır. İlk öncə ikinci hissədən başlayıram. Yəni, bayaq onu demək istəyirdim ki, sözüm oradan yarımçıq saxlayıb digərinə keçdim. Tələbə gəlir, buraxılışa qədər orada zəifləyir. Həmin mövzular, bəzi müəllimlər heç istirahət vermir. Həmin mövzular nə olur? Zəifləyir və onu bir də keçəndə uşaqda qırılma olur. Və səhvdə ən çox ikinci hissədə olur. Həm riyaziyyat, həm də fizikada görürəm ki, ən çox uşaqlarda ikinci hissədir. İstər sonra da, buraxılışdan sonra mənə hazırlığa gələnlər var. Görürəm ki, ikinci hissədə böyük problemlər var. Yəni, bu problemlər olmasın deyə öncədən mən, məsələn, bu il bazası olanlara ikinci hissədən başladım, bazası olmayanlara isə birinci hissədən başladım. Yəni, belə. Bu da çox önəmlidir. Sonra sistem qurmaqdan danışdıq, plan qurmaqdan danışdıq. Sistem və planı isə ümumi hamısına eyni yazılacaq bir şey deyil. Hər kəsin özünə məxsus və xüsusi yazılan bir şeydir. Necə ki, həkim sizin özünüzə məxsus bir resept yazır. Məsələn, mən də müəllim və psixoloq olaraq sizə özünüzə uyğun bir plan yazıram. Həm təhsil koçuyam, tələbələrlə ayrı-ayrı işləyirəm. Məsələn, mənim tələbəm olmasa da, artıq öz müəllimlərini seçib, deyir ki, müəllimə, məsələn, mən təhsil koçu olaraq sizinlə məşğul olmaq istəyirəm və mənə yol göstərin, mənim mentorum olun ki, mən yüksək nəticə yığım. Elə xidmətlərimiz də var. İstəyənlər olsa, təbii ki, nömrəni aşağıda qeyd edəcəm, yaza bilərsiniz. Və biz nə edirik? Plan qururuq, sistem qururuq və həmin sistemə riayət etməyinə baxıram. Hər ay nəticəsindən əlimdə olur. Əvvəlki nəticəsi necədir, indiki nəticəsi necədir, necə riayət edib. Və gündəlik onlarla məşğul oluruq. WhatsApp-dan və ayda bir neçə dəfə isə görüntülü görüş olur və bütün problemlərini mənə danışır və mən problemləri düzəldirəm və nəticədə artıq nə olur? Nəticə yüksəlir. Bu belə. Məsələn, plan, hər kəsin özünə uyğun plan nəyə görə deyirəm? Tələbə var ki, deyir, mənim podroqam, o, yəni riyaziyyatla 5-6 saat məşğul ola bilir, mən məşğul ola bilmirəm və gündə məsəl üçün 1-2 saat məşğul olub. Deyir, mən bu gündən başlayacağam, bu qədər məşğul olacağam, oxuyacağam, bu qədər dərs edəcəm. Artıq bir gün edir, 2 gün edir, 3-cü gün atır. Səbəb o nədir? Bədən, beyin buna öyrəşməyib.
öyrəşmədiyi bir şey, buna yaddır. Yad gələn bir şeydir, artıq beyin avtomatik olaraq bunu təhlükə kimi görür və təhlükəni də uzaqlaşdırmağa çalışır. Sən istəsən də edə bilmirsən. Aydındırmı? Ona görə yavaş-yavaş belə deyək də, bir hərəkəti, bir prosesi həyatımıza daxil etmək istəyiriksə, onu yavaş-yavaş daxil etməliyik ki, bədən və beynimiz öyrəşsin və biz ondan sırası uzaqlaşmayaq. Aydındırmı? Ona görə hər kəsin özünə məxsusdur. Hər kəsin özünə xas həyatı var, fərqlidir, öyrənməyi fərqlidir, yaşantısı fərqlidir. Hər kəsə eyni bir plan və disiplin yazılmır. Sonra 9-cu siniflərdən danışaq. 9-cu siniflərə hər zaman məsləhətim odur ki, 9-dan oxumağınızın çox önəmlidir. Çalışın 9-dan daha çox düşün. Birinci riyaziyyat, Azərbaycan dili və xarici dil. 3 dənə fəni çox yaxşı öyrənin. Həqiqətən çox yaxşı öyrənin. Blok fənləri ilə beyninizi qarışdırmayın. Uşaq var, deyir ki, müəlliməm, mən indidən 3 dənə buraxılış fənni gedirəm. Əlavə olaraq 2 dənə də blok fənninə gedirəm. Yəni, ümumiyyətlə, neçənci qrup seçibsə, məsələn, 1-ci qrup. Uşaq hamısını 9-da gedir. Xeyr, elə etmək lazım deyil. Siz həqiqətən özünüzü yorursunuz və axırda 9-da da ürəyiniz istədiyi qədər nəticəni almırsınız. Ehtiyac yoxdur ona. 9-cu sinifdə tapşırıram ki, məsələn, 9-cu sinif riyaziyyatlarım var. 9-cu sinifdə tapşırıram ki, sən nə etməlisən? 3 dənə fənni çox yaxşı öyrənməlisən. 3 dənə fənni çox yaxşı öyrən. Nəticən buradan yüksək olsun. Ondan sonra imtahanı verəndən sonra get istirahətə. Yayda dərs oxunmağa ehtiyac yoxdur. Və gəl 10-cu sinifdə artıq blok fənlərini hazırlaş. Məsələn, blokda 1-ci qrupda 3 dənə fəndən hazırlaşacaqsan. 3 dənə blok fənninə çox yaxşı hazırlaş 10-cu sinifdə, öyrən. Sən zaten xarici dilə də arada məsələn məşğul ola bilərsən 11-ci sinifə yaxın. Hardasa çalışın ki, may ayında artıq məşğul olun. Proqram da ki, yəni çox böyütməyin, tez bitəcək bir proqramdır. Məsələn, mən 3 aya tamamilə bir proqramı keçib bitirən bir müəlliməm. Buna görə çox vaxt almağa ehtiyac yoxdur. Kim deyirsə ki, yox, 1 illə mən bütün proqramı bitirdim. Xeyr, mən 1 ildə artıq 2 dəfə, 3 dəfə proqramı təkrar edirəm 11-lər üçün. Və ən əsası nədir? 9-da 3 dənə fənni öyrənirsən yaxşı. 10-cu sinifdə blok fənlərini yaxşı öyrənirsən, artıq gücləşdirsən. 11-ci sinifdə isə artıq paralel hamısını aparırsan bir yerdə. Və beləliklə sənin nəticən yüksək olur. Hər ay çalışın ki, sınaqlara gedin. Hər ay önəmlidir. Mən hər ay zaten sınaq edirəm və bəzən tələbənin xəbəri olmur. Uşaqlar edə bilirlər ki, müəllimə toplunu yoxlayacaq, toplunun suallarını yoxlayacaq. Və girib deyirəm ki, bağlayın hər bir şey, sınaq işləyirik. Yəni, bunu xəbərsiz də edirəm ki, mən nəticəni görüm ki, uşaq necədir. Və bizdə uşaqlara fərqli bir şey var da, mən öyrənməyini öyrədirəm. Yəni, tələbə gəlib mənə deyir ki, məsələn, mən bunu bilmirəm, yox. Mənim səviyyəm aşağıdır, bazam yoxdur, sıfırdır, çox gözəl. O demək deyil ki, mən sıfır bazalını götürməyəcəm. Birinci, o sıfır bazalılar, əslində sıfır baza gəlir mənə. Onlar ən çox nəticə verənlərdir. O ki, deyənlər, mənim bazam var, yaxşıdır, onlar indi aşağı nəticə verirlər. Əgər mənim dediklərimə riayət etməsələr. Uşaqlar, öyrənməyin yolu var. Sizə bu vaxta kimi səhv öyrədiblər. Öyrənmək elə deyil. Sizə bir dənə dərsə keçiblər, ged öyrən. Necə öyrənsin bu uşaq? Axı, bunun yolu var. Axı, metodu var. Ardıcıllığı var ki, sən dərsi beynini bu formada yeritməlisən. Sən bunu bu cür öyrənməlisən. Ona görə də bir digər sual da var idi burada. İlk öncə öyrənməyi öyrənin, elə çıxın yola. Müəllim olaraq da əgər güclü və savadlı müəllimdirsə, bunu ilk öncə öyrətməlidir. Məsələn, mənim tələbəm gəlir, ilk dərs necədir? Mən sizə öyrənməyi öyrədəcəm ki, sən bu cür öyrənməlisən, bu ardıcıllıq etməlisən. Uşaq əgər gəlir, deyir ki, məsələn, mən yaxşı öyrənməmişəm. Soruşuram, sən mənim dediklərimi etdinmi? Deyir, yox, da öyrənməmişsən. Çünki hər bir şeyin yolu var. Yolu olduğu kimi öyrənməyin də yolu var. Bir texnikidir. Yəni, yaddaş texnikaları var. Onları verim ki, sən bu cür öyrənməlisən. Bu yadda qalır.
nəticənin artmağın yolu var. Tələbə gəlir, məsələn, sınaq qruplarımız var idi, bu ildə var, hər il olduğu kimi. Nəticəni artırıram, çünki nəticəni artırmağın yolu var, ardıcıllığı var. Bu cür tətbiq edirəm, nəticə artır. Mənim tələbəm deyil, amma sınaq qruplarında iştirak edə bilər də. Sınaq qruplarında iştirak edib nəticəsini qaldırıb. Yəni, belə tələbələrimiz çoxdur bizim, həqiqətən çoxdur. Sadəcə nədir? Uşağa texnika verirəm, yolunu öyrədirəm. Ondan sonra isə tələbə artıq öz işini bilir. Bu belə. Sonra salam, 10-cu sinifəm. Tarix və ədəbiyyatı yaxşı öyrənə bilməmişəm. 11-ci sinifdə ədəbiyyatı başdan keçəcək, amma tarixi təkrar kimi. Özümə deyirəm ki, öyrənəcəm hamısını. Amma bəzən elə anlar olur ki, narahat oluram və özümü yetərsiz hiss edirəm. Uşaqlar, yetərsiz hiss etmək çox-çox normal bir şeydir və siz mükəmməl olsanız belə bir anda insan deyir ki, mən bunu bacara bilmərəm, mən bunu edə bilmərəm. Bu çox-çox normal. Bunu normallaşdırın. Bunu normallaşdırın və bunu böyük bir problemə gətirib çıxartmayın. Sadəcə və sadəcə hərəkət edin. Mənim bir sözüm var. Əgər qaça bilirsənsə qaç, qaça bilmirsənsə gəz, gəzə bilmirsənsə də sürünə-sürünə get. Amma get, əlindən gələni et. Mükəmməl olmağa çalışma. Sən başlayanda deməyi, məsələn, tələbə gəlib mənə deyir ki, hə müəllimə, mən artıq 600+ yığacağam, mən belə eləyəcəm, partlatacağam. Dedim, dayan. Mən səndən bunu istəyirəm. Xeyr. Mən səni dayatmıram. Mən sənin beynini yemirəm ki, sən 600 yığmalısan, sən beləsən. Xeyr. Mən sənə deyirəm ki, sadəcə et. Sadəcə et. Başqa heç nə lazım deyil. Əlindən gələni edirsən və sən əlindən gələnin ən axırıncısına qədər etmisənsə, mənim üçün okeydir. Demək ki, sən mənim gözümdə uğurlusan. Uğurlu olmaq 600+ yığmaq demək deyil. Əgər savadı bununla əlaqələndirirsinizsə, qətiyyən əlaqəlidir. 600+ o deməkdir ki, 600+ yığan uşaq, 700 yığan uşaq. Bu öyrənməyi öyrənə bilir. Texnikası var, disiplin yarada bilir. Bir də ki, özünə söz keçirə bilir. Bunu savadla əlaqələndirməyin. 600+ yığan uşaqlara deyirəm, bəli, əzmlisən. Çox gözəl. Savadlısan demirəm. Savad var, düzdür, amma wow, savad deyək, savad ondan əlaqəli deyil. Əzmlisən. Niyə görə? Çünki yıxılmısan, nə qədər bu yolda ayağa durmusan. Çünki vazgeçmək istəmirsən, keçməmisən. Çünki ağrıdıb, incidib səni, özünü sağaldıb, yenidən ayağa durmusan. Yəni, bu yolda sizə elə belə gəlir ki, 600+ yığan nədə sadəcə yoxuyub. Yox, bunun arxasında ağrılar, acılar var. Burada yoxsuz gecələr var. Burada stres var, həyəcan var. Burada özünə qalib gəlmək var. Burada özünə söz keçirmək var. Çox şeylər var. Yəni, bunu bacarıb bu insan, əhsən sənə. Bax, bu önəmlidir. Bir də ki, insan mükəmməl olsa da birdən-birə beyninə gəlir ki, mən deyiləm. Mükəmməl olmaq zorunda deyilsiniz. Sadəcə əlinizdən gələni edin və başqa heç bir şey lazım deyil. Özünüzü yormayın, yeməyin bu beyninizi, bu fikirlərlə, bu düşüncə ilə, narahatlıqla özünüzü daha da pis etməyin. Düzdür, valideyn faktoru çox-çox önəmlidir. Bir digər video bundan sonra edərik, valideyn faktoru. Bir də bura kimi izləmişsinizsə, siz digər videoları necə, hansı mövzular olsun, onda yazarsınız. Bəyənib bəyənməməyinizi də qeyd edərsiniz. Suallarınızı mütləq ki, videonun altında qeyd edin və mənə çox xoş olar. Sizə necə kömək oldum, sizə necə təsir etdim, beyninizdəki hansı sualları cavabladım, hansı suallar qalıb, onları mütləq ki, indi daha davam edirəm suallarınızı cavablandırmağa. Amma yenə də hər bir fikrinizi şərhlərdə yazın və görmək istəyirəm. Yəni, sadəcə edin, özünüzdən, belə deyək də, 700 bal yığan da, 600 bal yığandan da soruşsaz ki, sən özündən şübhə etdinmi? Deyəcək, bəli. Ana olsun, sadəcə o hərəkət edib, yəni sadəcə davam edib. Mən özümdən şübhə edirəmmi? Bəli. Qorxuramı? Bəli. Stresliyəmmi? Bəli. Narahatamı? Bəli. Nə olsun? Amma hərəkət edirəm. Sizi qurtaracaq yeganə bir şey hərəkət etməkdir. Düşünməyin ki, narahatlıq keçirməmək, stres olmaması, həyəcan olmaması, onlar deyil. Sadəcə hərəkət etməkdir. Davamlı.
dama göl olar deyirlər. Hə, sən hər dama hərəkət etsən, axırda nəticəsini görəcəksən. Burada başqa heç bir şey yoxdur. Sonra 11-lərə nə tövsiyə görərsiniz? Mən zaten tövsiyələrimi bunu dedim. Birincisi, ən önəmlisi, istirahətinizə, yuxunuza diqqət edin. Çalışmaq nə qədər önəmlidirsə, istirahət etmək ondan da çox önəmlidir. Çalışın ki, gecə dərs oxumayın. Düzdür, bəzi uşaqlar var ki, həyat onlar üçün gecə daha sakit olur. 11-lərin, yəni əslində biz 17 yaş deyirik, aşağı yaş deyirik, elə bilirik ki, balacadırlar, amma o deyirlər. Bəzi tələbələrin boynunda o qədər yük var ki, kürəyində o qədər yük var ki, və dərs oxuyurlar, bir neçə işdə işləyirlər və o formada oxuyurlar. Siz də başa düşürəm. Amma istirahət çox-çox önəmlidir. Bu beyin boşalmasa, beyin rahat olmasa, siz yeni bir şey yarada bilmirsiniz. Sizin, belə deyək də, fəaliyyətiniz azalır. Əgər sən yorğunsansa, sən gecə yatmamsansa, səhər bu, belə şey deyək də, mövzunu 10 dəfə oxu, yenə beyninə girməyəcək. Aydındır. İstirahət etmək çox önəmlidir. Yatmaq çox önəmlidir. Gecə-gündüz oxumaq sözünü siz bəzən səhv anlamısınız. Gecə-gündüz oxumaq o demək deyil ki, belə deyək də, uşaqlar nə edir? Səhərlər özləri üçün məşğul olur, yatır, telefonla oynamaq, ora getmək, bura getmək. Gecə yadına düşür ki, dərs oxumaq lazımdır. Elə eləməyin. Gecələr oyaq qaldıqca çox yorulacaqsınız. İndi başlayırsınız avqust ayında həvəslə ki, mən bacaracağam, mən eləyəcəm falan filan. Gecələr oturursunuz, yatmırsınız və bu bir müddət keçəndən sonra, bir aydan sonra, 2 aydan sonra görəcəksiniz ki, çökmüsünüz. Görəcəksiniz ki, oxuya bilmirsiniz, görəcəksiniz ki, artıq əvvəl bir mövzunun üzərində 1 saat vaxt ayırırdınızsa, indi 2-3 saat sənə bəs eləmir, yenə beynindən girmir. Ona görə də sistem qurmağa çalışın. Sistem qura bilmirsinizsə, artıq yazın mənə, birlikdə quraq, birlikdə edək. Mən zaten sistemi öz tələbələrimə ödənişsiz şəkildə bunu edirəm. Elə dərsin içində həmin xidmətə daxildir. Onlarla bir yerdə sistem qururuq, onlara kömək edirik ki, necə etmək lazımdır. İndidən özünüzü yormadan sadəcə oxuyursunuz, sadəcə hərəkət edirsiniz və uğur sonra ardınca gəlir. Heç nə düşünməyin. Sadəcə hərəkət. Uğur bərabərdir hərəkət. Kim nə deyir desin, heç bir şeyə qulaq asmayın. Hər kəs deyəcək sizə ki, bacarmayacaqsan. Hər kəs sənə bir plan çizacaq. Hər kəs deyəcək ki, səhv edirsən. Yəni, ümumiyyətlə, hərəkət etməyən biri, addımını çölə atmayan biri, heç bir uğur qazanmayan biri, hər kəs sizə məsləhət vermək istəyəcək, amma siz heç vaxt başqasının məsləhətinə qulaq asmayın. Yalnız uğurlu olan şəxslər, yalnız həqiqətən görürsünüz ki, sizdən uğurludur və sizin getdiyiniz yolu artıq birinci dəfə gedib və həqiqətən mentorluğu çox yaxşı bacarır və onlardan məsləhət alın. Hər insandan məsləhət almayın. Çalışın ki, heç kim sizi həvəsdən salmasın və kimsə sizə uğursuz deyirsə, kimsə sizə desə ki, yəni siz bacarmayacaqsınız, demək deyil ki, bacarmayacaqsınız. O, onun düşüncəsidir. Əsas məsələ sizin özünüz haqqında nə düşünməyinizdir, özünüz haqqında nə fikirləşməyinizdir. Hər şey bu həll edir. Sadəcə özünüz haqqında pozitiv düşünün, heç bir şey haqqında düşünməyin. Ay, necə olacaq, nətər olacaq, acaq-əcəklərə gələcəklə yaşamayın. İndiki anda sadəcə hərəkət edin. Bizə bir şey lazımdır. Plan, bizə bir məqsəd, biz hara gedirik, bizə nə qədər bal lazımdır. Düzgün müəllim seçməyə lazımdır. Plan qurmaq lazımdır, sistem qurmaq lazımdır. Qura bilmiriksə, peşəkar birindən xidmət almaq lazımdır. Onlardan məsləhət almaq lazımdır. Və ən əsası da hərəkət etmək lazımdır. Yıxılsam belə ayağa durub üstü başını təmizləyib və hərəkət etmək lazımdır. Mən sizə yol göstərirəm, amma o yolu gedən sizsiniz. O yolda siz yağışa da düşəcəksiniz, palçığa da düşəcəksiniz, tikan da batacaq ayağınıza, çox ağrılar, acılar da çəkəcəksiniz, amma buna baxmayaraq bu yolu getmək var. Özünü qaldırıb və üstü başını təmizləyib getmək var. Artıq buna deyirəm əzm. Belə, ümid edirəm ki, sizə faydalı ola bildim. Məncə başqa sual yox idi. Baxın, başqa sual varsa.
Rejimlə bağlı sual gəlib, onu cavablandırdım. Əsas məsələ məzuna qalmaq. Bunu bir dənə geniş şəkildə ifadə edim, artıq bitirəcəm. Uşaqlar, əgər bu iki tələbələrdən danışım və yaxud da keçənki olsun. Əgər məzuna qalmısınızsa, yetərincə istədiyiniz balı yığmamısınızsa, arzunuza çata bilmirsinizsə, qalın. Eybi yoxdur. Eybi yoxdur. Bu sizin həyatınızdır. Və bu həyatı elə yaşamalısınız ki, peşman olmayasınız. Yığmışsan aşağı bal və belə deyək ki, heç kim uşağından geri qalmayasan deyə, ay deməsinlər ki, bunu imtahana hazırlaşdırdılar, bu qədər pul tökdülər və sonunda heç yerə girmədi deyib, yerdə yurda qalan aşağı belə deyək də, ixtisasları seçib özünüzü bədbəxt eləməyin, 4 ilinizi hədər aparmayın. Əgər çata bilmirsinizsə, eybi yoxdur. Eyb məsələ deyil, qətiyyən deyil. Məzuna qalmaq pis bir şey də deyil. Məsələn, əgər həqiqətən sizə uyğun deyilsə, ixtisas seçə bilmirsinizsə, qalın. Heç düşünmədən qalın. Heç düşünmədən. Özünüzü həqiqətən quyu qazmayın ki, gedim, eybi yoxdur, universitet adı ilə oxuyun. Bu, özünüzə edəcəyiniz ən böyük pislikdir. Ən böyük pislikdir. Sənə uyğun deyilsə, eybi yoxdur, çalış. Bu səni daha da əzimli edəcək. Bu səni daha da güclü edəcək. Məzuna qalmaq pis bir şey deyil. İndi bu haqda qısa danışacağım. Vaxt qısıtlıdır. Ona görə də məzunla bağlı geniş bir video çəkərəm mən. Amma bir şey deyim ki, əgər sizə uyğun deyilsə, istədiyiniz ixtisas deyilsə, düşünmədən məzuna qalın, düşünmədən. Və heç kim sizdən, zaten yəni zamanı, yaşı yoxdur, yəni bu oxumağın. Düşünməyin ki, mən gec qaldım, xeyr. Sən özünə ən böyük yaxşılıq etdin. Ola bilər birinci ildə sən çox yaxşı oxumadın, çox yaxşı çalışmadın, artıq səhvlərini bilirsən. Artıq ikinci dəfə necə yaxşı çalışmaq lazımdır bilirsən. Və çox yaxşı çalışırsan, o imtahana girirsən, o yüksək bal yığırsan və o istədiyin ixtisasa girirsən. Bu, özünə olan hörmətdir ki, mən layiq olmadığım şeyi seçmirəm, mən layiq olduğum şeyə görə əlimdən gələni edərəm, hətta gözləyərəm də və istədiyim şeyə çatarım. Baxın, budur. Heç düşünmədən də məzuna qala bilərsiniz. Elə uşaqlar var ki, 600+ yığmalıdır və ixtisas odur, gəlib 690 yığıb və kəsilib və inadan onu yığmayıb. Deyir ki, mən istəmirəm. Mən layiq olmadığım yerə girmirəm. Baxın, özünə hörmət budur. Özünüzə nə qədər hörmət etsəz, xəyallarınıza nə qədər hörmət etsəz, özünüzü nə qədər çox sevsəz, ətrafınızdakılar da eynisini sizə edəcək. Özünüzə xəyanət etməyin, özünüzə verdiyiniz sözü tutun. Məzuna qalmaq qorxulu bir şey deyil. İkinci dəfə oxuyursunuz, narahat olmayın, ağrılı, acılıdır, amma sonu çox gözəldir. Belə, indi edirəm ki, sizin mənə verdiyiniz sualları cavabladım, amma bunu YouTube'da paylaşacağım. Digər uşaqlar da bunu çox yaxşı dinləsin və bəyənmisinizsə kommentlərdə yazmağı unutmayın.